Həftəlik bürclər balıq, xərçəng, əqrəb bürclərinin su ünsürlərini 21 apreldən 28 aprelə doğru nələr gözləyir? Birinci balıqlardan başlayaq. Balıqlar bu həftə nəyi necə edəcəyinizi, özünüzü necə aparacağınızı, hansı istiqamətdə özünüzü aktivləşdirəcəyinizi bu həftə tuta bilməyəcəksiniz. Sanki bilirsiniz necə? Bu həftə ailəyə, sevgi o qədər meyliniz çox olacaq ki, özünüzü işə, pula, maddiyyata doğru fokuslaya bilməyəcəksiniz və tam güclənmiş bir vəziyyətdə olmayacaqsınız. Belə bir söz deyim sizə. Bu həftənin ortalarına başlayaraq xüsusi bir gücə malik olduğunuzu, bütün problemlər, bütün çəpərləri aşdığınızı özünüzdə güc olaraq hiss eləyəcəksiniz. Və bu həftənin sonlarına doğru sosiallığınız, şənliyiniz, insanlarla bir yerdə eyni müddətdə aktivləşməyinizi gücləndirə bilərsiniz. Və bu həftənin sonlarında xüsusi şans gələcək sizə. Çoxdan da gözlədiyiniz məlumat, xəbər, yenilənmə nədirsə, o şansı əldə edəcəksiniz və yeni bir alana, yeni bir başlanğıca doğru özünüzü aktivləşdirəcəksiniz. Enerjiniz təmizdir bu həftə, enerjiniz bulanıq deyil. Sadəcə olaraq o gücünüz o qədər çox olacaq ki, qabağınızda olan bütün maneələri aşa biləcəksiniz. Bunun üçün də belə deyim də ən böyük enerjini ailədən, övladınızdan, uşağınızdan götürəcəksiniz və bu pozitivdir. Həftə uğursuz deyil. Həftənin birinci, ikinci günlərində durğunluq, zamana doğru yarımçılıq olmasına baxmayaraq, həftənin sonlarına doğru xüsusi gücünüzü, insanların sizə itaət etməsini, insanların sizdən güc aldığını hiss edəcəksiniz balıqlar. Ümumi dəyərləndirsək 76%-ə qədər həftəniz uğurludur. Xərçənglər. Xərçənglər, bu həftə xəbər eşidəcəksiniz. Bu sevindirici xəbərdir. Ən çox da iş, pul, maddiyyatla əlaqədar kim nəsə xəbər gözləyirsə, iş, pul, maddiyyatla əlaqədar bu həftə xəbər əldə edə bilərsiniz. Pul, işsiz, gücsüz olan insanlar, belə deyim də, maddiyyatla əlaqədar, pulla, işlə əlaqədar xəbər ala bilərsiniz. Belə deyim də, özünüzü gücləndirə bilərsiniz. Amma belə bir söz deyəcəm. Bu həftənin ortalarına qədər sizin öz enerjiniz elə bir ki, dəngəsiz olacaq. Qeyri-taraz bir vəziyyətdə olacaq. Belə deyim də, özünüzü gücləndirməklə əlaqədar boşluqlarınız həddən artıq çox olacaq. Dalğanız zəif deyil, şansınız çox aktivdir, sürətiniz normal vəziyyətdədir. Amma bu həftə elə bir kimlərsə sizin yerinizə iş görəcək. Bu həftə kimlərsə sizin işinizi görməyə, kimlərsə yönəldəcəksiniz və özünüzü bir tənbəl bir vəziyyətinə qoyacaqsınız. Amma tənbəl olmağa gərək yoxdur. Çünki bu həftə özünüzü tam istədiyiniz məqamda gücləndirə bilərsiniz. Övladla, uşaqla, ailə ilə əlaqədar bu həftə nə istəyirsinizsə, artım, üretim və yaxud da nəsə bir narahatçılıq varsa, bu həftə onların hamısını həll eləyəcəksiniz. Qəribə bir şey deyək, sizin başınızın üzərində olan 7-ci çakravızı elə bir kimlərsə aktivləşdirir, kimlərsə evrənlə əlaqədar dalğalarınızı gücləndirir. Yəni bu həftə xüsusi bir məlumatlar ala bilərsiniz. Görücülüyünüz, yuxunuz aktivləşmiş bir vəziyyətə keçə bilər və bundan istifadə etməlisiniz xərçənglər. Çünki bu xüsusi bir hallarda aktivləşir və bu ay belə deyim də, zaten enerji olaraq, planetlər olaraq qarışıq bir vəziyyət olduğu üçün bu toxunuşlara xərçənglər fikir verir. 71%-ə qədər həftəniz uğurludur. Əqrəblərə gələndə isə əqrəblər bu həftə o qədər egoist olacaqsınız, o qədər özünüzü çox sevəcəksiniz və hər şeyə doğru çox yüksək səviyyədə aktivləşməyə çalışacaqsınız. Bu həftə